Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualla tanış olaq. Tərkibində 2 mol X və 1 mol Y olan məhlullar qarışdırılır və turş duz alınır. Şərtimiz turş duzun alınmasıdır. X və Y hansı maddələr ola bilər? Baxırıq ki, X-ları verib əsas, Y-ləri verib turşu. X-da kalsium OH2-dir birincidə və kalsium OH2-nin dediyi kimi biz onu 2 mol götürsək və sulfatı da 1 mol götürsək, turş duz ala bilmərik. Səbəb çünki biz demişik, turş duz alınması üçün hidrogenin sayı OH qrupunun sayından çox olmalıdır və turş duz ala bilməyimiz üçün turşu mütləq bir əsaslıdan olmamalıdır. Yəni 2 əsaslı, 3 əsaslı ola bilər, amma bir əsaslı olmasın. Bəli, 2 əsaslı turşumuzdur öz yerində, amma hidrogenin sayı OH-ın sayından çox deyil. Hələ ki biz kalsiumu 2 mol götürmüşüksə. Onda bundan turş duz alınmır. Keçdik ikinciyə. Natrium OH 2 mol götürsək, artıq 2 dənə hidroksil qrupumuz var və H3PO4-dən 1 mol. Fikir verin, H3PO4 3 əsaslı turşudur. Natrium OH-da 2 ədəd OH var. Niyə? Molunu 2 götürmüşük. Ortofosfat turşusunda neçə hidrogen var? 3. Fikir verin, ayrı-ayrılıqda yazsaq. Nəticə itibarilə nə olur? Bu hidrogen, bu OH-ı. Bu hidrogen, bu OH-ı götürüb gedir və qalan maddələri birləşdirsək 2 ədəd natrium, natrium 2, hidrogendən 1 ədəd burada qaldı. Çünki onun tayı, yəni OH-ı yoxdur. Bir də PO4. Bəli, biz burada turş duz aldıq və həqiqətən də bayaq dediyimiz kimi baxsaq, 2 mol natrium OH-da 2 dənə hidroksil qrupu var. 1 mol ortofosfatda 3 ədəd hidrogen. Həqiqətən də hidrogen sayı OH-ın sayından çoxdur deyə burada turş duz alındı. Baxırıq növbətiyə. Üçüncüyə. Birincidə alınır. Daha doğrusu ikincidə alınır. İkinci olan cavablar da B və D-də var. D zaten deyil. Yox, Y-də də var. Gəlin baxaq. Kalium OH-ı götürmüşük. 2 mol götürmüşük və H3PO3 götürmüşük. Burada hidrogenin sayı bizi aldatmasın. Bu fosfit turşusudur və fosfit turşusu istisnadır. 3 hidrogeni olsa da fosfit turşumuz neçə əsaslıdır? 2 əsaslı. 2 əsaslı. Yəni bu özündən maksimum 2 hidrogen ayıra bilir. Onda bunun da 2 OH-ı var. O zaman alınan duzumuz nə olacaq? Hidrogenlər OH-ı gəlib götürsə, deməli, bu bundan, bu da bundan getsə. Kalium 2 ədəd qalacaq, 1 ədəd hidrogen tərkibində qalır, PO3. Bu sizi aldatmasın ki, turş duzdur. Yəni, hidrogen bunun özündədir. Çünki bu turşu 2 əsaslı turşudur, 3 əsaslı yox. Yəni, əmələ gələn bu maddə turş duz deyil. 2 əsaslıdır deyə maksimum özünə 2 hidrogen ayıra bilir. Bunun da 2 OH-ı var. Bərabərdir. Bərabər olduğuna görə alınan duz normal duzdur. Turş duz deyil. 3-ü götürmürük. Ona görə də yalnız 2. Düzgün cavab B variantı.